Sizin uşaqlarınıza kimsə məsələn çağırır qohumlardan yemək bişirən. Bir də atamın bibisidir. Yemək bişirəndə çağırır, yedizdirir. Bəli, bəli. Belə başa düşürəm ki, evdə normal yemək olmur. Yox. Çətinçilik. Dostlar, Elmlərdəyəm, düz metroya yaxın bir yerdəyəm. Bax, belə bir evə gəlmişəm. Belə bir evə. Bax, Fatimədir. Fatimənin qardaşı Qurbandır. Bunlar haqda sizə bir-iki söz deyəcəm inşallah. Yerinə yetirərsə inanıram. Çünki bu günə kimi sizə nə demişəmsə, onu da eləmişsiniz. Yaxşıya ya, yəni xeyrə. Pisə heç vaxt heç nə demərəm. Ya Allah, deməli dostlarım, evə girən kimi gördüyünüz bu mətbəxdir. Bu mətbəxdə dönmək, bir dənə dönmək olur, yerimək olmur. Sağa dönən kimi burada bir dənə qaranlıq otaq, işıq da yoxdur. Solda bir dənə otaq var, bir otaq. Buranı heç olmasa özlərinə bir oturma otağı kimi eləyə bilərlər. Bir dənə nə lazımdır? Hər kəsin 1 manatı, 3 minə, 4 minə buranı əmələ gətirmək olar. 3-4 min olsa buranı əmələ gətirmək olar. Mən də bir ilkin ödəniş kimi kömək eləyəcəm. Bilirsiniz ki, bu ilk addım mən atıram. Sizi də ardımca gözləyirəm. Nənə, salam aleyküm nənə. Nə desən nənə? Nə var, nə yox? Xoş gördük. Adınız nədir? Rəisə nənə. Sizin 3 dənə nəvəviz var. Uşağın biri böyüdü, 16 yaşı var. Oğlan burada uşaqların zadının içinə çıxır, onu çəkmədim. İstəkləri bilirsiniz nədir? Sadəcə olaraq nənə istəyinizi özünüz deyin. Bu evdir də neçə ildir damır. İndi tor çəkiblər gələndə bilmirik damacaq indi yoxsa. Su olur, hey? Su gəlib bura qədər gəlir çıxır. Bir dənə istəkləri nədir? Bir dənə bu otağı düzəltmək. Bu otağı bir dənə düzəltmək. Bax, bir dənə buranın patolokunu vurmaq. Sollar çıxır orada. Oradan deyir ilan, sıçan, deyir yəni çıxır girir evdə. Kərtəngəliyə gedir. Yaydı var. Kərtəngələ çıxır. Orada taxtalar azada qoymuşlar, ən çox oradan sıçanlar çıxırdı. Xanım, Qurbanla Fatimə atası hardadır? Rəhmətə gedibdi. Dünyasını dəyişib. Bəli, bəli. Keçən il gedibdi rəhmətə. Avqustun 30-u maşın vurubdu. Maşın vurdu? Hə, 20 yanvarda özü Moykada işləyirdi. Allah rəhmət eləsin, sənə bilmirdim. Deməli, gördüyünüz kimi bu otağın işığı da yoxdur. Qaranlıqda qalırlar, yerdə yatırlar, soyuqdur. Özüm üçün heç nə istəmirəm. Bilən bu uşaqlarım üçün bu evi düzəlt. Fatimə, Əminə nə istəyirsən? Əmin alsın. Ərzaq pulu. Ərzaq. Başqa nə istəyirsən? Heç nə. Qurban, sən nə istəyirsən? Yemək. Yemək. Çala Fatimə. Əmin sənə verir. Sizlə bu.